Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmir yol xətti və Samur-Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi davam etdirilir. Yaxın müddətdə yolun sağ və sol hissələrinin daha 2 metr genişləndirilməsi nəzərdə tutulub. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov körpüdə aparılan işlərlə tanış olub. Körpü bina tikinti MMC-nin sədri Xəlil Göyüşov ərazidə aparılan işlər barədə şəhər rəhbərinə məlumat verib. Bildirilib ki, yeni körpü 3 aşırımdan ibarət olmaqla uzunluğu 104 metrdir. Ümumi eni 21,6 metr təşkil edən körpü 4 hərəkət zolaqlı olmaqla inşa olunur. Körpünün sağ və sol hissələrində 2 metr enində piyada səkilərinin tikintisi də nəzərdə tutulub. Dayaq üzərində inşa olunan yeni körpü orta dayaqlarda diametri 1,5 metr olmaqla 6 sütundan ibarətdir. Körpünün ümumi sütunlarının sayı 12 ədəddir. Hər dayaq 2 cərgəli uzunluğu 14 metr, diametri isə 1 metr olan sıvaylar üzərində tikilir. Sıvayların ümumi sayı isə 80 ədəd təşkil edir. Sumqayıt şəhəri ilə Saray qəsəbəsini birləşdirən əsas yol üzərində yerləşən körpünün əhəmiyyəti nəzərə alınaraq, tikinti işlərinin təyin olunmuş vaxtda yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Sumqayıtla Abşeronu birləşdirən Saray körpüsündə son tamamlanma işləri aparılır. Körpünün yaxın zamanlarda istifadəyə verilməsi nəzərdə tutulub. Xatırladaq ki, 1970-ci illərdə inşa edilmiş sözügedən körpüdə aparılmış müayinə və sınaqların nəticəsinə əsasən konstruksiyada yük götürmə qabiliyyətini aşağı salacaq qüsurların mövcud olduğu və körpünün qəzalı vəziyyətdə olduğu aşkar edilib. Yeni körpünün tikilməsi üçün Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən 9.960.000 manat vəsait Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Sonda şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tapşırıq və tövsiyələrini verib. Məlumata görə körpü istifadəyə verildikdən sonra yolda genişləndirmə işləri aparılacaq və nəqliyyatın hərəkətinin rahatlığını təmin etmə məqsədi ilə yol infrastrukturu körpüyə uyğunlaşdırılacaq. Bununla bağlı qərarı alınıb ki, yaxın günlərdə Məhəmməd Əsədov küçəsinin genişləndirilməsi ilə bağlı yeni layihə hazırlansın və icrasına başlanılsın. Şəmistan Fikrətli Elbrus İsmailov, bugün informasiya proqramı üçün.